Qarabağ kətəsini Qarabağda hazırlayırıq. Bəlkə də bu cümlə sizlər üçün adi qarşılanır. Ancaq bu gün Qarabağa aid olan təamı Qarabağda hazırlamaq və onu Hadrutun möhtəşəm mənzərəsində nuş etmək bizi çox qürurlandırır. 5 aydır ki, Xocavənd rayonunun Hadrut qəsəbəsində yaşayırıq. Bu qısa müddət ola bilər, ancaq biz burada sanki ömür boyu yaşamış kimi 5 ay içərisində öz yurdumuzu qurduq. Bunun səbəbi isə ömür boyu bu vaxtı gözləmişdik. Bəli, biz hazır idik. Çünki Qarabağ hər zaman Azərbaycanın idi və bir gün öz yurdumuzda necə yaşayıb, necə yaradacağımızı çox gözəl bilirdik. Çox şükür bu günümüzə, Allah şəhidlərimizə rəhmət eləsin, qazi və veteranlarımıza can sağlığı versin. Dövlətimizə bizə burada yaratdığı şərait üçün minnətdarlığımızı bildiririk. Burada yaşayışımızı təmin etmək üçün ən böyük dəstəyi dövlətimizdən aldıq və bu gün rahat, tam təhlükəsiz bu yerlərdə yaşayıb öz düzənimizi qurmuşuq. Videomuz maraqlı oldusa bəyənib bu kimi videoların davamı üçün səhifəmizi izləməyi unutmayın.